İsrailin illərdir hazırladığı məxfi hücum planı, İrana dəqiq zərbələr bu üsulla vuruldu. İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosiyələr toplayıb. Report İsrail National News-a istinadən xəbər verir ki, bunu İsrailin təhlükəsizlik qüvvələrindəki mənbə bildirib. Belə ki, İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı həyata keçirdiyi Rising Line əməliyyatı IDF, Mossad və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib. Eyni zamanda İranın strateji raket arsenalını neytrallaşdırmaq üçün gizli kampaniya başladılıb. Həmçinin qeyd olunub ki, son illərdə Mossad, IDF ilə birgə İsrailin müdafiə sektorunun qabaqcıl texnologiyalarından istifadə edərək İranda silsilə gizli təxribat missiyaları həyata keçirib. Bu fəaliyyət İranın hava hücumundan müdafiə və strateji raket sistemləri sahəsindəki imkanlarını zəiflədib. Bundan əlavə, Mossadın xüsusi bölmələri əvvəlcədən mərkəzi İrandakı zenit raket batareyalarının yaxınlığında yüksək dəqiqlikli silah sistemləri yerləşdirib. İsrail hərbi hava qüvvələri havadan hücuma başlayanda bu sistemlər aktivləşdirilib və eyni vaxtda dəqiq zərbələr endirərək əsas hədəfləri vurub.